öz məsuliyyətimizə evlənirik. Bizə dövlətin möhrü lazım deyil. Bizə kəbin lazım deyil ki, toy, bunlar hamısı onun üçün idi ki, insanlar gəlsinlər, şahid dursunlar ki, bu kişinin oğlu bu kişinin qızını alır və onun məsuliyyətini daşıyacaq. Bu da bu kişinin oğluna gedir, onun liderliyini qəbul edir. Bu şahidlikdir. Çünki insan psixikası çox çətindir. Sabah ona çətin olanda bu ağlından çıxa bilər. Onun ağlına salacaqlar, qaytaracaqlar. Deyəcəklər ki, qızım sən özün ərə getmirsən buna. Oğlum, sən özün almısan bu qızı. 3 dəfə getmişdin qapılarına. Əvvəllər belə qayda idi, birinci dəfədən hə demirdilər. 3 dəfə gedib gətirtdirirlər ki, sən fərqində olasan, sən bu qızı istəmirsən. Ayaqlarına qızıl səpmirsən. Nəyin varsa gətirmirsən, ona hədiyyələr vermirsən, o qızdan hərini almırsan.